Bu rəsmi dünyanın ən sirli əsəri edən nədir? İlk baxışda sadəcə gülümsəyən bir qadın görə bilərsiniz. Amma alimlər bu rəsmi yüksək dəqiqlikli texnologiya ilə skan edəndə gözlənilməz faktlar üzə çıxdı. Mona Lisa'nın sağ göz bəbəyinin içinə mikroskopik ölçüdə E hərfləri yazılıb, yəni Leonardo da Vinci. Sol gözündə isə mənası hələ də tapılmayan sirli simvollar var. 500 il əvvəl, heç bir mikroskop olmayan dövrdə, dahi rəssam bu hərfləri ora necə və niyə yerləşdirib? Maraqlı faktlar bununla bitmir. Diqqətlə baxsanız, onun qaşlarının olmadığını görərsiniz. Uzun illər elə bilinirdi ki, o dövrün dəbi belə olur. Amma infraqırmızı kameralarla aparılan araşdırma sübut etdi ki, Da Vinci əslində onun qaşlarını və kirpiklərini tək-tək çəkilmiş. Sadəcə, əsrlər boyu edilən bərpa işləri zamanı istifadə olunan maddələr o zərif boyaları tamamilə silib. Bəs sizcə, bu tablonun arxasında daha hansı gizli məlumatlar var?